Hörmətli izləyicilər, mən uzun illər Ağstafa rayonu rəhbərliyinə və rəhbər işçilərinə nifrət eləmişəm. İndi qulaq asın görün nəyə görə. Prezidentimiz İlham Əliyev rayona gələndə şəxsən özünə Saqqallı Aliklə bağlı məktub verə bildim. 10 gündən sonra məni Kəndsovet binasına çağırdılar. Getdim gördüm, Ramiz Tatarov başda oturub. Yanında da hardasa 7-8 nəfər qalstuklular oturubdu. İçəri girəndə Tatarov dedi ki, Bəsti xanım, içəri girəndə niyə salam vermədiniz? Ürəyimdə dedim, görüm hələ salam veriləsə adamlarsınızmı? Dedi, Bəsti xanım, bax bu gördüklərin hamısı Ağstafanın rəhbər işçiləridir. Bax bu KKB-dir, bu prokurordur, bu FİTEK-dir, bu maliyyənin müdürüdür, bir təqdim elədi, yığıb sənin ayağına gətirmişəm, səni Aliklə barışdırmağa. Mən də razılaşmadım, yığıncaq dağıldı. Alik bunları sayıb heç içəri girməmişdi. Sonralar eşidirəm ki, bəs deməzsən, prezidentimiz məktubu icra hakimiyyətinə göndərib araşdırılması üçün. Bunların hamısı bilirmiş məsələ nə məsələdir. Alik Ramiz Mehdiyevlə oturub durur, Alikin adamı Ramiz Mehdiyevdir. Bu iş həll olmalıdır. Ramiz Tatarov başa salıb ki, burada hamımız elişirik. Bunun yolu ancaq budur. Güya məktub oxundu, rəhbər işçilər tərəfindən araşdırıldı, öz təsdiqini tapmadı. Ramiz Tatarov bu rəhbər işçilərə qol çəkdirdi, peçatladı, göndərdi prezidentimizə. Hələ bəlkə də yazıb ki, hörmətli prezidentimiz bu xanıma fikir vermir, dəlxanada yatıb. Hələ bəlkə də belə yazıb göndərib. Ay rəhbər işçilər, birinizin kişiliyiniz çatıb. Demədiniz ki, bu zavallı qadın nəyə yalan yazıb, ha? Heç utanırsınızmı? İndi deyin görüm sizə salam veriləsiydi, yoxsa yox. Mən bu barədə bir dəfə video qoymuşam. İndi sözümün canı bu deyil. İndi neçə illərdən sonra yenə icra hakimiyyətinə işim düşdü. Bir yaxın uşağımızın işi barədə. Getdim, icra başçısı Seymur müəllimin qəbuluna yazıldım. 37-ci adam idim. Gördüm içərdən çıxan hamısının üzü gülür. Dedim, görəsən bu nə məsələdir? Hamının işi düzəlib və çıxır. Nəhayət mənim növbəm çatdı. O qədər gözəl qarşıladı, o qədər səmimi qarşıladı. Mən mat qaldım. Uşaq 44 günlük müharibə iştirakçısıdır, 6 medalla gəlib, diplomu var. Ona bildirdim ki, hələ diplomu kənara qoyaq, bir şoferlik işi tapa bilmirik. O qədər söz verdi ki, narahat olma, nəyin baxasına olur olsun, mən bu uşağı yerləşdirəcəm. 6 ay keçib hələ yerləşdirə bilməyibdi. Mən onu qınamıram. Ona görə ki, işsizlikdir, bütün regionlar, bütün idarələr əlindən alıb, onun əlində nə qalıb? Bir Kamaxoz, bir də Kəndsovetləri. Uşağa heç cürə iş tapa bilmirik. Elə onun səmimiyyətinə mən vuruldum. Səmimiyyətinə həsəd apardım. Hörmətli Seymur müəllim, sizdən incimirəm. Çox sağ olun. Sizlik deyil. İnanırsınızmı, o insan dedi ki, azca qalıram bu işsizləri görəndə, ərzəmi yazam işdən çıxam. Mən xəcalət çəkirəm, mən üzünüzə baxa bilmirəm. Elə bu sözlər bəs idi. Yenə deyirəm, səmimiyyətinizə həsəd aparıram, sağ olun.